Her vaxtınız xeyir olsun. Yeni Şirvanlı İFO saytının baş redaktörü Dəmirov Qurbanxan. Demək, burada 2 gün idi bu yol bağlanmış Şirvan şəhərində. Çox acınacaqlı vəziyyət yarandı. Biz müraciət elədik ölkə başçısına, Ələsədov cənabları sizə. Demək, burada 2 gün iş getdi. Sahibkarlara, o aşağı təbəqə insanlara böyük ziyan deyil. Şəxsən mənim özümə də deyil. O toxunacdan nə xəbəri var, atalar sözü var, mən deməyim. Düz 2 gün burada Rövşən Rüstəmovun işçiləri 2 gün, bugün də Xadno gün də burada işləyib. Mən haqqa vermərəm, işləyiblər. Bunu elə vaxtında eləmək lazımdır. Niyə bu yarandı bu vəziyyət? Bax, görün nə vəziyyət yaranıb, görsən? Çernobilə oxşayır, görsən? Ukrayna-Rusiya müharibəsi elə bir olub burada, görürsünüz? Görün, bunu belə qoydular, getdilər. Və nədir bu? Gör bura. Və bura təmizlənməlidir. Niyə təmizlənməməlidir? Ay cənab Rövşən Rüstəmov, bura bax. Sənin bunun haqqında 100 dənə üçün var. Maşallah, böyük ordu, dəmir yol idarəsinin böyük işçi qüvvəsi var. Bax, bura niyə belə olmalıdır? Yuxarıya bax, çıxacam yuxarıya. Bax, görürsünüz. Bax, buranı təmizlənməyiblər. Niyə təmizlənməyiblər? Yuxarıya bax. Bura bax. Gəl bura. Gör bu nə gündədir bura. Bax. Görürsünüz. Ay hörmətli Rövşən Rüstəmov. Bunu kim təmizləməliydi? Bax, bunu. Bax, bu vəziyyətdə. Bunu nədir bu? Şəhərlə, Şirvanla Səlyan yolunun giriş qapısıdır. Bu sizin adınızdır da, ay Rövşən Rüstəmov. Deyəndə nə yazır? O betonu sıra o dəqiqə götür. Niyə burada saxladınız? Bura bax, vəziyyətə bax. Bu beton burada niyə dayanmalıydı? Bax, bura filəkənə bax. Filəkənə bax. Gör nə gündə. Burada filəkəndən çıxmaq olar. Bax, bunu götürüb bura niyə qoydunuz? Bax, sual olunur. Nədir bu? Bax, təhlükəli qoyublar, qalıb burada. Bax, təhlükəli. Biabırçılıq, xahiş edirəm, çək. Bax, görürsünüz. Bunu burada niyə qoymuşsunuz? İş tamam oldu, həllini tapdı. Bax, görürsünüz. Harada həllini tapıb? Bura bunu niyə qoymuşsunuz? Bax, bura bax. 2 gün burada bütün dəmir yolu silərşədir. Niyə buranı təmizlənməlidir? Bura təmizlənməlidir, ağlanmalıdır, xət çəkilməlidir. Bunu kim elədir? Bax, bunu eləyirsiniz axı. Bura yazılır axı. Yazılmayıbsa gəlsin, yoxlasın. Korrupsiya prokuroru yoxlasın bura. Bura təmizlənir, bura xət çəkilir, bura nə boyda dəmir yolu idarəsindən şey çəkilir, pul xərclənir. Kim baxır bura? Bax, buna baxın. Buna baxın. Görün nə mənzərə yarandı burada. Buna bax. Görürsünüz. Gör, bax, bura nə yaradıblar. Güç həllini tapdı. Harada tapdı? Necə tapdı? Oyca bax. Bura bax. Gör, 2 gün buranın yolun bağlanması gör nə qədər sahibkarlara, aşağı təbii insanlara ziyan oldu. Görürsünüz. Buranı düzəltdilər gecə ilə. Bu yolu düzəltdilər bu tərəf. Buna bax. Götürlər, tökdülər o iş. Görürsən bu tərəf. Görürsünüz. Görün nə vəziyyət yaradır. Təhlükəli vəziyyət yarandı burada. Bax, kim eləməli? Bax, bu tərəfin betonları üstü təmizləyiblər. Gətirib ora görə o qədər şey töküblər. Bax, niyə? Bax, burada qardaş, emblem qoyulmalıdır, işıq qoyulmalıdır. İşıq da var. Bu da oradan, söhbət oradan. Yanan soy, buranın hündürlüyü göstərilməlidir. 2 gün buranın burada dayanmağa nə qədər ziyan dəydi. Nə qədər şör bu ziyan. Ona görə kimi niyə lazımdır? Bura işıq qoyulmalıdır, yanan sonra hündürlük göstərir, zınaq. Yenə yoxdur. Göstərici zınaqlar yoxdur. Görsən, bir dənə oradan. 2 gün burada 6-cı Xadno günü dəmir yolçular işlədilər. O yazıq fəhlələr işlədi. Nəticə nədir? Hani o deyilən nöqsanlar yerində deyil axı. Hani o zınaqlar? Göstərir, neçə metr hündürlüyündədir. Kim qoymalıdır onu? Kim qoymalıdır? Rövşən Mustafayev, Rüstəmov. Saçıram, ben həmişə Mustafayev deyirəm. Və kim ola? Töküb oranı yağmur. Hani buranın təmizliyi, hani buranın ağarması, xətləri, o yüzden, bu yüzden, nə? O yüzden təmizləməyiblər. Yarımsıq qoydular, getdilər. Bitərdi. Cənab rəhbərlik, ay hörmətli baş nazir, ay hörmətli Şirvan icra hakimiyyəti. İndi bilmirəm, Şirvan hakimiyyəti bu haqqda mərzu eləməlidir rəhbəri gəldi ki, burada belə hadisə oldu. 2 gün 2 dənə rayon arasında yol bağlandı.
böyük ziyan dəydi. Xırda sahibkarlara, imkansızlara, kasıb küsüba böyük zərbə dəydi. İndi bu daha həmən faktor yenə yerində qaldı. Nə oldu? Nə göz gəldi bura? 2 gün işlədilər, sağ olsunlar. Allah zəhmətlərini itirməsin. 2 gün işlədilər, yol, gör dəmir yol üstünə nələr qoyublar, gediblər. Və onlar orada qalmalıdır. Niyə? Niyə tədbirini görmürlər? Nəzarət kim eləyir bunlara? O deyilsin. Nəzarət kim elədi bunlara? Görürsünüz? Görürsünüz? İndi cənab baş nazir, ümumi, bura baxan qüvvələr, rəhbərlər, və canlı buraxıram efirə, baxın. Deyəcəklər, bu kişi başı xarab olub. Mənim başım xarab olmuyor. Bir dövlətçiyə xidmət eləyən, qatı edərsiyəm. Cənab prezidenti dəstək, Ulu Öndəri 91-ci ildə dəstəkləyən kişiyəm. Sözümü deyən adamam. Həməşə. Hiç söylüyor, bu yarımçı qoydular, getdilər. Həmən hadisə gənə oldu. Gördü, getdi. İndi özünüz bilin, özünüz əmri verin, özünüz yoxlatdırın, özünüz qərar verin. Bax, bu nədir? Kim eləməlidir bunları? Demək, burada o qırılan betonda gətirilər qoydular bura. Nə rahat. Bura nədir? Zibilxanadır. Niyə burada qoymasa? Hani, vəziyyət budur da, daha. Gör nə gündə. Belə ki, hamısı nəzarətsiz qalıb, baxan yox, eləyən yox. Daha. 2 gün burada böyük ordu işləyib, adi bunları da təmizləyən yox. Bəli və baxın, hərə birinə arxayındır, işləyirlər, xalqın da səsini eşitmirlər. Bütün rəhbər, dəmir yolda rəhbərçilər, çox düzü, böyüklər gəlməz, böyüklərin burada nəci var? Ofisi idarə, şöbə müdürü, hamısı gəldi, bax bu daha. Bu sürtünə keçində deyən bir bura baxan, bu təmizlə, bax, niyə buraya təmizləmirsiniz? Bax, niyə? Bax, buna bax, elementər bunu deyir, mən ayrı ölçən Rüstəm, bax, bu daha. Hamısı buradan çıxdılar, düşdülər. Ağ köynəklər, maşallah, ağappaq köynəklər. Bunu görmədi, deyə bilmir ki, bu nə təmizdir, nədir bunlar? Bura təmizlənməlidir, belə olmamalıdır. Silinib təmizlə, ağlamalı, kraskalamalı, qara xət, ağ xət, qırmızı xət, təmiz olmalıdır. Buna bax, gör, nə gündədir bura? O tay, bu tay. Özünüz nəticə çıxarın. Kimdir bunlara baxmayana tədbir görürsün. Demək 2 gün burada işlədi yazı fəhlilər. Təmizlən olmadı. Bax, belə də qaldı. Gəldi burada çoxlu sayıda fəhlilər işlədi. Görürsünüz? Nə gündə? Görürsünüz? Bu kim təmizləməlidir? Gedəndə bura təmizlənməlidir. Sən zibili tök bura çıx get. Nətər olur o? Nəzir olur. Hamısı da dəmir yol paltarlarını belə. Bu görürsünüz? Nədir bu, kimdir? Elə əsas buradan başlayır da. Buradan başlanır vətən. Bax, budur. Sizin işiniz, gücünüz bununla qiymətləndir. Bax, ona bax. Gör, 2 gün burada işləyiblər, bunu təmizlətdirməyib. Hamısı rəhbər vəzifədə gələni, hamısı budur. Ona bax. Belə olmalı deyil burada. Bu haradır bura? Nədir bura? Budur da. Yoxdur, nəzarət eləyən yoxdur, baxan yox. Rəhbərlik də yuxarıda oturub Bakıda, Səməd Vurğun Parkında. Neyinə lazımdır? Kim gəlib baxacaq? O da ora uçulub tökülüb. Bir dənə ora şikator eləmirlər. Heç bir şey eləmirlər.